Hərdən mən öz-özümə məsələn düşünürəm. Deyirəm, görürsən Azərbaycanda məsələn Allaha ən yaxın adam kimdir? Maraqlıdır mənim üçün şəxsən. Bəzən də ola bilər heç cəmaatın tanınmadığı adam olsun. Çox mühüm mövzudur. Ümumiyyətlə, müsabiqə mühiti yoxdur dindarlıqda, təəssüf ki. Müsabiqə özü bir çox istedadları üzə çıxardır. Mən ən yaxşı olmaq istəyirəm. Bu elə bil sanki bir yarış fəzasıdır. Deyir ki, bir-birinizlə yarışın. Ən yaxşı olmaq uğrunda yarışın. Çox olub peyğəmbərlər soruşur ki, ilahi, görəsən mənim qonşum kimdir cənnətdə? Görəsən ən üstün kimdir? İstər-istəməz soruşuruq, Kərbəla şəhidlərinin ən üstünü kimdir? Bir yarış açdı İmam Hüseyn Kərbəlada ki, Əbəlfəz ağa getdi zirvəyə, dedi ki, qiyamətdə ona elə məqam veriləcək ki, hamı, bütün şəhidlər ona qibtə eləyəcək. Yəni Kərbəla şəhidləri də eyni dərəcədə deyil. Bu yarış mühiti olmalıdır. Və Allah da hər an insanlar arasına baxır, istənilən məclisdə. İlahi nəzər budur ki, bunların içində ən üstünü kimdir, sonra kimdir, sonra kimdir. Belə bir sıralama var Allah qatında.